2026-cı ilin dövlət büdcəsi layihəsində bir neçə istiqamətdə xərclər artırılıb, o cümlədən təhsil və elm sahəsində. Elm sahəsini biz götürsək, xərclər artırılıb və bu da mən ümid edirəm ki, bizim universitetlər üçün, tədqiqat mərkəzləri üçün gözəl bir imkandır. Ölkəmizdə elmi araşdırmalar artırılsın və eyni zamanda innovativ məhsulların da bazara çıxarılmasında dəstək olsun. Təhsil xərcləri götürsək, təhsil xərcləri bu illəri 78 milyon artırılıb. O cümlədən bir neçə prioritet istiqamətlər, orta təhsil, peşə təhsili və ali təhsil sahəsində xərclər artırılıb. Təhsillə bağlı onu da qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının iki çox belə deyək aparıcı proqramı var. Bu xaricdə təqaüd proqramı və eyni zamanda ikili diplom proqramları. Hər iki proqramın müddəti və vəsaiti də artırılıb. Bu da bizdə Azərbaycanda minlərlə gənclərə imkan yaradacaq ki, xarici universitetlərdə təhsil ala bilsinlər, xarici müəllimlər Azərbaycana gələ bilsinlər və bizim universitetlərin akademik potensialı artsın. Ümumiyyətlə götürsək, növbəti ildə büdcənin artma istiqamətləri bir neçə prioritet istiqamət üzrə gedib. O cümlədən bizim dövlətimizin təhlükəsizlik məsələləri, Qarabağın azad olunmuş ərazilərinin bərpası və yeni ərazilərdə yeni məktəblərin və yeni peşə məktəblərin, orta məktəblərin tikilməsi. Mən bunların bütün bu yeni təklifləri çox mütərəqqi qəbul edirəm və hesab edirəm ki, növbəti ildə bizim təhsilimiz üçün gözəl imkanlar açılacaq və büdcəmiz buna gözəl şərait yaradır. Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin milli prioritetlərini tamamilə özündə əks etdirir. Birinci növbədə sosial istiqamətlərə yönəlmiş xərcləri özündə etiva etməklə, digər tərəfdən müdafiə qüdrətimizin və ordumuzun maddi-texniki potensialının artırılması baxımından, eləcə də Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətləndirilməsi, genişləndirilməsi və birinci qayıdış dövlət proqramına uyğun olaraq məskunlaşmanın həyata keçirilməsi. Bu istiqamətlər dövlət büdcəsində öz əksini tapıbdır. Digər tərəfdən dövlət büdcəsinin əsaslı sahələrindən biri də investisiya və əsaslı vəsait qoyuluşudur və bütövlükdə eyni zamanda bugün milli təhlükəsizliyimizin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi ilə də bağlı və bu ərzaq təhlükəsizliyini təmin edən bütün bu zəncirlər üzrə tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub, 529 milyon manat vəsait nəzərdə tutulub, eləcə də ərzaqlıq buğda ilə daxili tələbatın ödənilməsi üçün dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulubdur. Və bütövlükdə bu ilki büdcə, yəni 2026-cı il üçün təqdim olunan büdcə müstəqillik dövrümüzün ən həcm etibarilə böyük büdcəsidir. Büdcəmizin gəlir hissəsi 38,6 milyard manat təşkil edir, xərcləri 41,7 milyard manat təşkil edir və qeyd etdiyimiz kimi büdcəmiz həm sosial yönümlüdür, həm investisiya yönümlüdür və bütövlükdə bir daha qeyd edək ki, büdcəmiz ölkənin qarşıya qoyduğu prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün çox önəm daşıyır və bu da hesab edirik ki, öz müsbət həllini tapacaq. Bu il hazırlanan büdcə layihəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi ölkənin sosial-iqtisadi inkişafı sahəsində müəyyənləşdirdiyi strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin, vəzifələrin həyata keçirilməsi məqsədi ilə mühüm hədəflər həmin büdcə layihəsində öz əksini tapmışdır və bu büdcə layihəsinin gələcəkdə qəbul olunduqdan sonra icrası ölkənin dayanıqlı şəkildə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəkdir və unutmayaq ki, cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatı heç bir asılılığı yoxdur, özümüzü təmin edən iqtisadiyyatımız var. Azərbaycanda siyasi sabitlik hökm sürür və bu da gələcək illərdə ölkə iqtisadiyyatının davamlı olaraq dayanıqlı şəkildə artımına mühüm töhfə verəcəkdir. Mən digər bir məqam isə büdcə layihəsində təhlükəsizlik və müdafiə xərclərinə ayrılan vəsaitlərlə bağlı fikirlərimi səsləndirmək istərdim. Baxmayaraq biz torpaqlarımızı işğaldan azad etmişik, suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunub, amma yenə də ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin davamlı olaraq gücləndirilməsi məqsədi ilə bu vəsait bu ilin büdcəsində də nəzərdə tutulub və hesab edirəm ki, davamlı inkişaf edən iqtisadiyyat
nəqliyyat, paralel şəkildə müdafiə xərclərinin, təhlükəsizlik məsələlərinin də diqqətdə saxlanması zəruridir və mən qeyd etdiyim kimi önəmli məsələlərdən biri də büdcənin sosial xərclər üzrə vəsaitlərin 41% nəzərdə tutulması, o cümlədən təhsil, səhiyyə, elm sahəsinə də vəsaitlərdə, ayrılan vəsaitlərdə artım müşahidə olunmasını biz gözləyirik. Əsas məsələ ondan ibarətdir ki, büdcə artıq neft sektorundan, bizim büdcəmizin neft sektorundan, neft-qaz sektorunun asılılığı azalmaq üzrədir. Daha çox qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına büdcəmiz formalaşdırır ki, bu da gələcəkdə büdcəmizin daha dayanıqlı, ümumiyyətlə iqtisadiyyatımızın daha dayanıqlı olmasına töhfə verən, xidmət edən amillərdən biridir. Müzakirəyə təqdim olunan büdcə zərfinin strukturu bizə onu deməyə əsas verir ki, 2026-cı ildə həyata keçiriləcək büdcə proseslərinə münasibətdə hökumətin baxış bucağı büdcəmizin rəqabət qabiliyyətliyinə istiqamətləndirmişdir. Qeyd etmək lazımdır ki, bugün dünyada baş verən proseslərə bizim büdcə strukturumuz və onun müvafiq parametrləri həmin proseslərə qarşı büdcə mexanizmləri vasitəsilə, adaptiv, reaktiv mexanizmlər vasitəsilə tam şəkildə təmin etmək imkanına malikdir. Dünya iqtisadiyyatında bugün bilirsiniz ki, yeni çağırışlar var, risklərlə üz-üzəyik. Buna baxmayaraq 2026-cı ilin büdcə layihəsində bir çox büdcə parametrləri ona imkan verir ki, təqdim olunan müzakirəyə büdcə həmən risklərə, həmən çağırışlara qarşı adekvat mexanizmlərlə malik olduğundan çıxış edə bilsin. Eyni zamanda bugün dünya iqtisadiyyatında baş verən transformasiyaları, eyni zamanda logistik nəqliyyat dəhlizlərinin deformasiyaya uğraması, həmçinin müvafiq böhranlar, yeni müharibələrin meydana gəlməsi faktiki olaraq dünya iqtisadiyyatının bir yeni çağırışlarına uyğun olaraq milli iqtisadiyyatımızda bu proseslər öz əksini tapmaqla yanaşı, büdcə prosesinin özündə də hesab edirəm ki, bu parametrlər, bu proseslər də nəzərə alınmaqdadır. Ümumiyyətlə, bizim büdcəmiz sosial yönümlü büdcədir və 2026-cı ilin büdcə layihəsində 41,1% məhz sosial məsələlərə yönəlik olan hissəsidir. Həmçinin ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi bizim hərbi gücümüzün, hərbi potensialımızın artırılması xüsusi önəm kəsb edir və bu sahədə də büdcənin bu segmentə aid olan hissəsində də artım müşahidə olunur. Həmçinin bildiyiniz kimi təhsil sahəsinə də, elm sahəsinə də ölkənin, dövlətin diqqət və qayğısı artmaqdadır və büdcənin bu istiqamətdə də olan artımı məhz onun göstəricisidir ki, təhsilə və elmə gələcək 2026-cı ildə də diqqət azalmadı, diqqət daha da artdı. Büdcə sadəcə olaraq rəqəmlərdən ibarət deyil. Bu prosesin arxasında xərclərin optimallaşdırılması istiqamətində addımların atılması nəzərdə tutulur. Eyni zamanda şəffaflıq, iqtisadi müstəvidə liberal iqtisadiyyata keçid prosesinin sürətləndirilməsi, qeyri-neft sektorunun, özəl sektorun inkişafı istiqamətində atılan addımlar və s. bunlar əslində xərclərin nəticə etibarilə azaldılmasına gətirib çıxarır ki, bu da mövcud büdcədən daha optimal istifadə edilməsinə zəmin yaradır.